Sabahınız xeyir olsun, əzizli səhər tamaşaçıları. Xoş gördük hər birinizi. Sinə studiyada mən İskəndər və əziz həmkarım Təranədir ki, bax bu 3 saat ərzində daim necə biz sizinlə müsbət bir enerji ilə qarşınıza gəliriksə, vaxt keçiririksə, bugün də çalışacağıq ki, sizə çox faydalı olaq. Sabahın xeyir olsun Təranə. Sabahın xeyir olsun İskəndər və bizi izləyən bütün tamaşaçılarımızı salamlayıram. Sabahınız xeyir olsun və biz başlayırıq. 3 saat boyunca evinizə qonağıq. Yenə də əli dolu gəlmişik. Fərqli mövzulara toxunacağıq. Ənənəvi rubrikalarımızı da sizə təqdim edəcəyik. Odur ki, elə başlayırıq təqvimdən. Təqvimdən başlamamışdan öncə Təranə, onu da qeyd edim ki, əslində psixoloqlar da bir araşdırma aparıblar və qeyd edirlər ki, insanlar 5-ci gün Google-da daha çox hansı belə dedim, məsələni axtarışa vururlar. İşimi necə dəyişim, hansı kardinal dəyişikliklər edim həyatımda və həftə sonu səyahət ola bilər. Növbəti həftənin planlarını. İşin dəyişim deyəndə ki, ərizəvizi yazırsınız, işdən çıxırsınız da, yəni ki, burada çətin bir məsələ yoxdur belə baxanda. Bəli və təqvimdə digər hadisələr də baş verir İskəndər. Bugün Dünya Televiziya Günüdür yeri gəlmişkən və BMT tərəfindən qəbul olunur bu 96-cı ildə. Əsas məqsəd də ölkələr arasında sosial-iqtisadi mədəni istiqamətdə olan verilişlərin mübadilə olunmasıdır və elə bugünlə əlaqədar olaraq da bütün televiziya işçilərini də yeri gəlmişkən təbrik edirik. Mən də səni təbrik edirəm. Komandamızı təbrik edirəm. Azərbaycan televiziyasının bütün əməkdaşlarını təbrik edirəm.